Bu uşaqbaz, uşaq qatili olan Trump öz ölkəsinin vətəndaşlarına sahib çıxsın da milyardlarla dolar sərf eləyir, büdcə ayırır, sərmayə xərcləyir ki, müsəlman dövlətlərini, ölkələrini bir-birinə qırdırsın, uşaqları qətliam etsin, uşaqları öldürsün. Sənin qeyrətin çatmır ki, öz ölkəvin vətəndaşlarına xidmət eləyəsən, yardım eləyəsən, öz ölkəvin vətəndaşlarına qulluq eləyəsən. Ancaq neftin düşkünüsən, pulun düşkünüsən, pulun xəstəsisən, var dövlətin, vəzifənin, hakimiyyətin. Sizin o sənədləriniz hamısı videoları çıxdı ortaya, iç yüzünüz açıldı. Və onunla da istədiniz ki, öz abrınızı qoruyasınız. Amma bu belə olmayacaq. Günü gündən sizə olan nifrət artır, sizin abrınız gedir. Gedin öz ölkənizin vətəndaşlarına baxın, öz ölkənizin durumuna baxın ki, orada yaşayanlar bunu cəmaata təqdim etmirlər. Hər kəs də elə bilir ki, Amerika gül çiçəkdir, vəziyyət orada əladır, müsəlmanlar geridə qalıb, müsəlman ölkələri bədbəxtdir, zəlildir, geridə qalıb, narkomandır, alkaşdır. Amma bunların hamısının əksəriyyəti çoxu elə Avropada, Amerikada var. Bəs niyə bunlar paylaşılmır, bunlar niyə deyilmir? Haçana qədər? Niyə siz paylaşmırsınız? Sizin niyə məlumatınız yox idi? Biz çalışırıq ki, bu kimi həqiqətləri cəmaata çatdıraq ki, cəmaat ayılsın, görsün, məlumatı olsun ki, bilsin bu hegemon dövlətlər zalimdir. Bunlar Yezidin, Muaviyyənin, Səddamın yolunu gedirlər. Onlar necə dövrün zibilliyinə getdilər, onlara rəhmət yox, lənət oxuyurlar. Bu Netanyahu, Trump da onların tayıdır.